Sual belə idi ki, aşağıdakılardan hansı tam rəqabət bazarına misal ola bilər? İzah eləsəm olar. Davam elə zəhmət olmasa. Deməli, məsəl üçün dəmir yolu deyir orada. Dəmir yolunu əgər seçəndə bir yerdən məsəl üçün Bakıdan Tovuza gedən məsəl üçün bir dəmir yoludur. Bu dəmir yolu bir yerdən çəkilməlidir. Məsələn, oradakı dövlətin himayəsində olmalıdır. Yalnız bir dəmir yolu. Başqa dəmir yolları çəkilsə, həm daha geniş ərazi tutmuş olar, həm də ki, daha səmərəsiz olar. Bundan başqa dedik, məsəl üçün, başqa nə demişdik? Şey demişdik, mobil operatörlər. Bunlar, məsəl üçün, bir yerdə bu oligopoliya yaradır. Cavabı konkretləşdir. Hansı, konkret hansı bənd? Hansı, yəni hansı? Pomidor bazarı. Sizdən cavab alıram. Biz pomidor variantını seçirik çünki dəmir yolda bir şirkətin əlində olur, elektrik də həmçinin az bir şirkətin əlində olur, oligopoliya kimi və bir də mobil telefonlar var, onda 4-5 məşhur firmalar olur, onlar arasında az bir rəqabət gedir. Oligopoliya firma. Bəli, oligopoliya gedir və amma pomidoru istənilən hər bir kəs öz bazarına gətirib, istənilən qiymətə, yəni o bazar növlərinə görə istədiyi qiyməti qoyub satışa çıxarda bilər. Ona görə bu variantı Təşəkkür edirəm. Növbəti suala keçirik.